Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Siyonist rejimin əmniyyət və təhlükəsizlik sistemində böyük zəlzələ. Son dövrlərdə baş verən hadisələr siyonist rejimin daxilindəki zəlzələlərin çoxalmasına və sütunların çatlarının böyüməsinə işarədir. Bizi izləyənlər bilir, əvvəlki kanallarımızda da bu kanalımızda bir neçə ildir bir şeyə təkid edirik. Tufanul Əqsa 2023-cü ildə oktyabrın 7-sində baş verəndən sonra orada bir rəhbərin çıxışından təhlil etdik və qeyd etdik ki, bunu müqavimət qrupu Həmas Tufanul Əqsa adlandırsa da Əqsa tufanı, ali məqamlı rəhbər bunu zəlzələ olaraq təbir etmişdi və orada təhlil verəndə biz qeyd etmişdik ki, zəlzələ hər cür tufandan daha çox böyük zərbə vurur və daha köklü, dağıdıcı effektə malikdir, təsirə malikdir. O vaxt bundan danışmışdıq və dəfələrlə proqramlarımızda təkid edirdik ki, siyonist rejim ki, dünyanın hər ideologiyadan baxanda taleyini həll edəcək bölgə, region olan Qərbi Asiya regionunda imperializm cəbhəsi, böyük şeytan Amerikanın həmin bu həll edici bölgə, Qərbi Asiya bölgəsindəki ön cəbhəsi və fəsad yuvası olaraq əsas bazasıdır və qeyd edirdik ki, bu bazada baş verən zəlzələ Avropa və Amerikanın da sütunlarını hər keçən gün daha böyük çatlara məruz qoyur. Bu çatlar istəyir siyasi, istəyir təhlükəsizlik, kəşfiyyat, istəyir iqtisadi, istəyir hərbi və məxsusən də sosial bazanın sektorlarında daha çox özünü biruzə verir. Siyonist rejimin təhlükəsizlik çatlarının böyüməsini göstərən faktlardan biri də Netanyahunun son əl-əyaq çalmalarında Mossadın lideri, rəhbərini dəyişməsi ilə bağlı rəsmi təsdiq etdiyi məsələdir. Roman Qofman ya Qafman. Bilirsiniz, Mossadın rəhbərləri 5 illik seçilir. Son 5 illik də David Barnyanın əlində idi və əslində onun 5-ci il məsuliyyəti və vəzifəsi iyun ayında, 2026-nın iyun ayında bitməlidir. Yəni təqribən 6 ay sonra. Amma hadisələr elə cərəyan eləyib ki, və zəlzələnin əmələ gətirdiyi ictimai və təhlükəsizlik çatları o qədər böyüyüb, məxsusən təhlükəsizlik və kəşfiyyat arenasında hər gün Telegram kanalımızda xəbərlərini də görürsünüz, yayımlayırıq ki, siyonist rejimin keçmiş və indiki artıq təhlükəsizlik sistemi rütbəliləri və ekspertləri müxtəlif kanallarında, Kanal 14, Kanal 12 barbar bağırırlar ki, İran İslam Respublikasının artıq sözün həqiqi mənasında şiddətli senzura etmələrinə rəğmən qəbul edirlər ki, Şimbetin, Şabakın və Mossadın müxtəlif artıq dərinliklərinə nüfuzu inkar olunası deyil. Bunu özləri qəbul edirlər və biz söz vermişdik, bu gedərək getdikcə çoxalacaq. Çatlar getdikcə böyüyəcək və sadəcə olaraq şiddətli senzura ilə, medialar vasitəsilə hay-küy salıb bunu gizlətməyə çalışacaqlar, üstünü örtməyə çalışacaqlar. Amma nə qədər senzura şiddətli olsa da çat böyüdükcə içərdən artıq
çatlamaların qarşısını almaq mümkün olmayacaq. Budur ki, istəyir Siyonist rejimin, istəyir Amerikanın daxilindəki sosial baza bu çatları bizə əməlli başlı göstərdiyi kimi, Siyonist rejimin də bu mühüm olan təhlükəsizlik strukturasındakı bu dəyişim bunun nümunələrindən və son dövrlərdəki bariz və qabarıq nümunələrindən biridir. Və xatırlayırsınızsa, biz çox təkid edirdik ki, Siyonist rejim ki, mərhum İmam Xomeyni rəhmətullahi əleyhin dəqiq buyurduğu kəlama əsasən xərçəng şişidir. Xərçəng şişinin tibbi fəlsəfəsi üzrə biz həmişə deyirdik ki, müqavimət cəbhəsinin siyasəti buna mərkəzlənib. Xərçəng şişinin tumorunu məhv etmənin əsas yolu hansısa bir maddəni vurub onu içərdən parçalamaqdır. Bugün bu proses artıq dünya arenasında neçə illər gizlətməyə çalışsalar da şiddətli senzura ilə artıq dünya arenasında və dünya xalqları gözündə üryan şəkildə müşahidə olunur. Belə ki, David Barnea özü 2 muavini var idi. 3 şagirdi vardı ki, ikisi muavini idi və təhlükəsizlik orqanlarında etibarlılıq və etimad baxımından yetişdirilmiş və gözünün qabağında olanlar gələcəyə o rəisin yerində oturmalıdır. Məsələn, David Barnea'nın yetişdirdiyi 3 şagirddən ikisi ki muavini idi. Əslində, normal olaraq vəzifə müddəti 6 ay sonra 2026-cı ilin iyununda başa çatandan sonra bunlardan biri gəlməli idi. Amma Netanyahunun quyruğu qapı arasında elə qalıb və Netanyahunun o pərdə arxasındakı evangelist və framasenerlərin içərisindəki lobbilərin quyruqları qapı arasında elə qalıb ki, Netanyahu şəxsi öz cinayətdən qaçmaq, kriminal işlərini örtbasdır etmək və siyasi arenadakı, necə deyərlər, tənəzzülünü örtbasdır etməkdən ötürü 6 ay qalmış rəsmi hələ ki təsdiq edib ki, özünə bağlı olan Roman Qafməni David Barnea'nın yerinə təyin eləsin. Hələ ki, onun, belə deyək də, məsuliyyət müddəti bitməyib. 6 ay qalıb, amma indidən dəyişim aparmaq istəyir. Əlbəttə, burada fövqəladə təsir budur ki, rəhbər keçən səfər gözəl buyurdu. 12 günlük müharibə, İranla müharibəni, bunlar 20 ildir, hər gün, hər ay, hər il təlim keçirmişlər. O satqın qonşularla bir yerdə və bütün NATO ilə birlikdə istəyir kiber sahəsində, istəyir kəşfiyyat, istəyir də hərbi baxımdan 20 ildir buna hazırlaşırmışlar. 20 illik bütün maddi, iqtisadi, kəşfiyyat, təhlükəsizlik, kiber, hərbi bütün güclərini suya saldı İran İslam Respublikası bunların. Özü də necə məcbur elədi, bizim nəzərimiz budur. Məcbur elədi 12 günlük müharibəni qabağa çəksinlər. Onlar öz istədiyi vaxtda eləmək istəyirlər bir neçə ay sonra. Amma 3 gün öncə, yəni 12 günlükdən 3 gün öncə İran, sən demə bu 20 ilin içində xəbərləri yox imiş ki, İran bunların nəfəs borusundan bunlara yaxın imiş. Milyonlarla kəşfiyyat sənədinin üzə çıxarılması bunların bu 20 illik planını suya salır və onlar tələsir 3 gün sonra hesablanmamış, öz aləmlərində hesabladıqları, amma əslində hesablarını bir-birinə vuran hücum etdilər. Bütün bunlar və Tufanul Əqsanı da nəzərə alsaq, kəşfiyyat orqanlarında və təhlükəsizlik orqanlarında Siyonist rejimin əməlli başlı zəlzələdir. Və bir tərəfdən İran daxilində həyata keçirilən bu qüdrət təlimləri, istəyir səhənd təlimləri şimal-qərbdə, Şanqay təşkilatının da dəvət olunması ilə birgə, istəyir də Fars körfəzindəki 2 günlük qüdrət təlimi ki, bu təlim də Sepahın sirli 2 raketinin sınanması və bütün Fars körfəzini, məsafəsini əhatə edən bir məsafəyə sahib olan bir raketin
və kontrol oluna bilən, uçduğu yerdə yuxarı aşağı istənilən hədəfə doğru hidayət oluna bilən raket ki, Fars körfəzinin uzunluğu 1750, 1770 səhv eləmirəmsə 75-dir. Yəni 2000 kilometrə yaxın ərazini əhatə edən bu raketin də, bu təlimlərin də İranın və müqavimətin müəmmalı sükutu ilə yanaşı keçirilməsi və bu təlimlərin özündəki dediyimiz sirli silahların istifadə olunması İsrailin kəşfiyyat zərbəsi və zəlzələsi ilə yanaşı İrandakı təhlükəsizlik hərəkətləri və hərbi hərəkətlərin hesablana bilməməsi bu zəlzələnin çatlarını yaxın dönəmdə daha da böyüdəcək və əsas budur ki, bunlar Siyonist rejim, apartheid rejimində sürətlənən miqrasyon köçləri, hər gün intensivləşən köçlərin səbəblərindən ən böyüyü də dediyimiz bu faktlardır. Çünki hesablaya bilmirlər. Qondarma dövlət də olsa gətirdiyi sakinlər can və mal rahatçılığı üçün gəlmişdilər bu işğal olunmuş torpaqlara. Amma 12 günlük döyüşdən sonra kəşfiyyat zərbələri və bugün təhlükəsizlik sistemindəki böyük zəlzələ onları təbii olaraq böyük qorxuya salmalıdır ki, biz dəfələrlə demişik, mümkün versiyalardan biri də, ağla batan ehtimallardan biri də mümkündür. Bu dəfə müqavimət sistematik olaraq bir yerdə, bugünmü, sabahmı, birisi günmü, yaxın gələcəkdəmi, bir yerdə Siyonist rejimi ateş altına tutsunlar, alov alsın. Yəni yaşanılası bir yer olmasın. Ona görə də elə ağlı olan oradan qaçmalıdır. Və bütün bu proseslərə nəzər eləsək və nəzərə alsaq ki, Amerika belə deyək, imperialist cəbhəsi görür ki, və Qərbin və Şərqin bütün ekspertləri bunu car vururlar ki, artıq qütbləşmənin qarşısını Amerika ala bilmir. Çin, Rusiya, İran bir tərəfdə, Amerika bir tərəfdə, Hindistan, Pakistan da bir müəyyən qədər bu tərəflərə rol oynaya bilər və müqavimətin beynəlxalq olması və Venezuelaya çəkilməsi bütün bunları nəzərə alanda biz görürük ki, reallaşır bizim təkid etdiyimiz digər bir məsələ. Bir neçə ildir bir məsələyə təkid edirdik. Yadınızda varsa biz deyirdik ki, bu qütbləşmə və daşların yerinə oturması fonunda artıq Amerika Avropanı verəcək Rusiyanın güdazına. Və arxayın olun, Avropanı görürsünüz son günlərdə Trump administrasiyası artıq Ukraynaya deyir ki, şərq tərəfindəki torpaqların Rusiyanın olması ilə razılaş. Almaniya və Polşada qorxulu hərəkətlənmələr var və qorxudan hərəkətlənmələr var. Arxayın olun, necə ki biz deyirdik bir tərəfdən də İngilis tülküsünün də quyruğu ortaya gəlir deyə, yavaş-yavaş bədəni görünməyə başlayır deyə və Amerika böyük şeytanı İngilis və fasiq Yahud birləşməsinin nəticəsi olduğuna görə təbii olaraq İngiltərə ki, Avropa Birliyindən çıxıb da o, onların bir birliyi vardı, Şənqəm, pasportlar filan məsələsi. İngiltərə Avropadan özünü bir tərəfə ayırıb və bu günlərdə Avropanı öz başına qoyması, iqtisadiyyatı çökmək üzrə olan Amerikanın bəlkə də çökməyi getdikcə bundan sonra da sürətlənəcək və tənəzzül astanasındadır. Amerika öz iqtisadiyyatını qurtarmaq üçün mərkəzliyi olan İngiltərə ilə birlikdə Avropanı tamamilə İkinci Dünya müharibəsindəki kimi, Üçüncü Dünya müharibəsi kimi bir şey olaraq verəcək Rusiyanın əlinə. Niyə görə? Çünki əsas
əvvəldə qeyd etdiyimiz və dəfələrlə vurğu vurduğumuz məsələ Qərbi Asiya, onların dilicə desək, yaxın şərqdədir. Strateji, geopolitik, mənbələr, resurslar baxımından da əsas yer buradır. Bütün gücünü bura qoymaq, İsraili xilas etmək, Ukrayna və Avropanın digər ölkələrini İngilis tülküsü və Amerika böyük şeytanı verəcək Rusun ağzına ki, həm gücünü bu tərəfə qoysun, qütb kimi qalsın dünyada, həm də Avropalılara öz iqtisadiyyatını xilas etmək üçün yanacaq böhranı, süni yanacaq böhranını artırıb, silah böhranı yaradaraq öz yanacağını və silahını 10 qat, 20 qat qiymətinə satsın və bu müharibəni Avropa üçün faciəyə çevirsin. Avropa bir nərdivan olaraq yanıb ortadan getməlidir. Amerika öz qütblüyünü qorumalıdır və bir tərəfdən də bu qütblüyünü qorumaqla İngilis tülküsünü qorumalıdır ki, İsrail ki, bunların əsas bazasıdır, Qərbdə, İsraili müdafiə edə bilsinlər. Amma İsraildə baş verən bu böyük zəlzələlər bunları bu addımı atmaqda daha da sürətləndirəcək, daha da tələsdirəcək ki, görürlər gözlərinin qarşısındakı İsrail günəşin altındakı buz kimi sürətlə əriyir. Bütün bu məsələlərə baxanda və müqavimətin sürətlə qloballaşmasına da baxanda Kissinger kimi Qərbin, Amerikanın ən böyük stratejistlərindən biri olan Kissinger kimi bəzi digər stratejistləri və siyasi və politoloqlarının nəzəri də biz dediyimiz nəzərlə üst-üstə düşür ki, qütbləşən dünyanın əsas rolu İranda olacaq. Yəni, Londonu arxayın olun, mütləq bu baş verəcək inşallah. Yaxın illərdə görəcəksiniz bunu, müşahidə edəcəksiniz. Londonun rolu ki, dünyanı neçə il, 200-250 ildə imperializm siyasətinin mərkəzi və fikir otağı olaraq idarə edirdi. London, qoca tülkünün rolu ortadan itəcək. Düşünən beyin otağı, fikir otağı Tehran olacaq, Tehran Londonu əvəzləyəcək. Bu gedişlə Moskva, Vaşinqtonu əvəzləyəcək və Pekin, Çinin paytaxtı da New Yorkun yerində oturacaq və bu yaxın gələcəkdə özünü göstərəcək hadisələrlə. Sadəcə bu hadisələrdə və daşların yerinə oturması prosesində əziləcəklər olacaq. Əgər sükanı belə saxlasalar, bəzi dırnaqarası müsəlman hökumətləri həm xalqları tərəfindən əziləcəklər, fiyaskoya uğrayacaqlar, xalqlarına da zərbə vuracaqlar bu gedişlə. Həm qonşuları tərəfindən, həm də Avropanı da Rusiyanın ağzına yem kimi atan Amerika cəbhəsi tərəfindən. Hər halda zuhur ətri verən hadisələr daha qabarıq görünməyə başlayır. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.